Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tanınmış vəkil Fərhad Mehdiyev ağır itki ilə üzləşib. Xəbər verilir ki, hüquqşünasın qızı dünən Bakı-Sumqayıt yolunda baş verən yol nəqliyyat hadisəsində həyatını itirib. Məlumata görə Fərhad Mehdiyevin qızını idarə etdiyi motosiklet Mercedes markalı avtomobillə toqquşub. Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb. Məlumatı Fərhad Mehdiyev özü təsdiq edib. Qeyd edək ki, hadisə baş verən an Fərhad Mehdiyev öz işindəymiş. Göyçay Ucar avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Mercedes və Opel markalı avtomobillərin toqquşması nəticəsində Ucar rayon sakinləri 44 yaşlı Qaraxan Dərgahov və 65 yaşlı Xeyrəddin Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Göyçay rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlara ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.